Herkese bugün 15-i 3-cü ay 2026-cı il buraxılış 11-ci siniflərin buraxılış imtahan suallarına baxaq. Deməli 61-ci sualda kəsir verilib. Deməli 25a kvadratı çıxılsın 16 bölək 5a plus 4 bərabərdir. Sürəti müxtəsər vurma düsturu ilə açırıq. Yəni kvadratlar fərqi 5a çıxılsın 4 5a plus 4. Məxrəc olduğu kimi qalır və məxrəclə sürət ixtisar gedəcək. Qalacaq 5a çıxılsın 4. D variantı. 62. 62-ci tapşırıqda fx funksiyası verilib. Bərabərdir. 2x plus 3 x kvadratı plus 2. Bizdən soruşur f3-ü tapın. Deməli, x-in yerinə 3 qoyub hesablayırıq. 2 vurulsun 3 üstə gəl 3. 3-ün kvadratı plus 2 bərabərdir. 6 üstə gəl 3 9. 9 üstə gəl 2 11. 11-də 9 Y variantı. Daha sonra 63-ə baxaq. Deməli, bir trapesiya verilib. Düzbucaqlı trapesiyadır. Və onun oturacaqları 2, bir də 4, hündürlüyü də verilib 12. Trapesiyanın sahə düsturu oturacaqlarının cəminin yarısı, yəni orta xətti vururuq hündürlüyünə. O da eləyəcək 6 bölünsün 2. Bunu ixtisar edək. Olsun 6, 36 olacaq. 64-ə baxaq. A və B çoxluqları verilib. A ilə B-nin fərqini tapın. Deməli, bunu mən yazıram, geniş yazacağım. A1, hamısını yazacağım. 2, 3, 4, 5, 6. B-də isə 2, 4, 6, 8, bir də 10. Çoxluqları verilib. A ilə B-nin fərqini tapın deyir. Yəni, A ilə B-nin fərqi nə deməkdir? Yalnız A-da iştirak edən elementlərdir. Məsələn, 2 olmaz, 3 olar, 4 olmaz, bir də 6 olmaz. A ilə B-ni tapın. Deməli, olacaq 1, 3, bir də 5. Cavab D variantı. 65-ə baxaq. Deməli, 12a kvadratı çıxılsın 24a. Çox ədlisin vuruqları ayırın. 12a-nın mötərizə xaricinə çıxardaq. A çıxılsın 2. Olacaq C variantı. 66. Deməli, permütasiya P 4-dən 4-ə plus P 3-dən 3-ə. Olacaq burada. Deməli, 4 faktorial üstə gəl 3 faktorial. 4 faktorial, yəni 4 vurulsun 3 vurulsun. 4 faktorial 24-dür. Üstə gəl 3 faktorial 6 bərabərdir 30. 67. Deməli, A bərabərdir kosinus 271 dərəcə. B bərabərdir tangens mənfi 187 dərəcə. Deməli, kosinus 271 dərəcə, kosinus 271 dərəcə 4-cü rübə düşür. Bunun işarəsi müsbətdir. Amma tangens tək funksiyadır olacaq. Bunu belə də yaza bilərik. Tangens 187 dərəcə. 187 dərəcə ümumiyyətlə 3-cü rübə düşür. Amma müsbətdir tangens işarəsi. Amma qarşıda mənfi olduğuna görə mənfi yazarıq. Mənfi olacaq işarə. Deməli, B kiçikdir. B kiçikdir 0. A böyükdür 0 olacaq. A variantı. 68-ə baxaq. %38. 16 üstü 0,36 vurulsun 16 üstü 0,14 bərabərdir. Əsaslar bərabər olduğuna görə üstlər toplanır. 0,36 plus 0,14 bərabərdir. 16 üstü 0,5. O deyiləcək kök altında 16 bərabərdir 4.
69. Düzbucaqlının diaqonallarının sayını tapın. 69-da düzbucaqlının diaqonallarının sayını tapın deyəndə, deməli bu bir diaqonalı, bu da digər diaqonalı 2 dənə. Cavab B variantı. 70-ə baxaq. Deməli, BA-nın açıqlığıdır. BA-nın açıqlığı NA 9-dur. Bu A'dır, bu da B'dir. Çünki BA-nın açıqlığıdır. MB 4-dür. MB 4-dür. NA da 9-dur. Deməli, bura düşəcək 5. A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A çoxluğunda nə qədər element var? Deməli 9 dənə. A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A ilə B çoxluğuna daxil olması, A ilə B fərqi çoxluğuna daxil olması hadisəsinin ehtimalını tapın. Deməli, A çoxluğunda 9 dənə element var. Yalnız A-da iştirak edənlər 9-da 5 olacaq. İndi bir də dəqiq baxım, nəyi soruşur? Aha, burada deməli 2 elementin deyir. Biz bunu kombinzonla yazırıq. Deməli, yazarıq kombinzon 9-dan 2-yə, bir də kombinzon 5-dən 2-yə bərabərdir. 5 faktorial bölünsün 2 faktorial bölünsün 3 faktorial 9 faktorial 7 faktorial 2 faktorial bərabərdir. Deməli, 5 vuraq 4 bölünsün 2, 9 vuraq 8 bölünsün 2. 4, bunlar gedəcək. Deməli, olur nə? 10 bölünsün 36. O da eləyəcək 18-də 5. A variantı. Bu 70-ci sual. 71-ə baxaq. 71. 4-cü rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-ə. Bir dənə koordinat oxu çəkim. Bu X oxu, bu isə olsun Y oxu. 4-cü rübdə yerləşən A nöqtəsindən, 4-cü rüb buradadır. 4-cü rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-ə bərabərdir. 4-ə. Ordinat oxuna qədər olan məsafə isə 6-ya bərabərdir. 6. A nöqtəsinin koordinatlarını tapın. Deməli, A nöqtəsinin koordinatlarını tapırıq. Deməli, X 4 olacaq. Belə, A nöqtəsindən absis oxuna qədər olan məsafə 4-dürsə, deməli, bu Y 4-dür. Deməli, bura 6 nöqtəsidir. Yəni, necə ki, bura 6-dırsa, burada 6-dır. Burada isə Y isə burada 4-dür. Olacaq A nöqtəsinin koordinatları 6 və 6 bir də mənfi 4. 6 mənfi 4. C variantıdır. Yaxşı görünmür burada biraz. 72-yə baxaq. Deməli, 72-də bir düzbucaqlı üçbucaq verilib. Qeyd edeyim verilənləri B, C, A, C, B, A. Deməli, bu olacaq alfa, bu da olacaq beta bucağı. ABC üçbucağına bucaq C 90 dərəcədir. Kosinus alfa vuraq tangens betanı tapın. Biz burada kosinus alfanı tapmaq üçün kosinus alfa bərabərdir. Bitişik bucağın hipotenuza nisbətidir. A bölünsün C. Tangens alfa, tangens beta isə, tangens beta buradan baxsaq, tangens beta qarşıdakı katetin bitişik katete nisbətidir. A bölünsün B. Deməli, belə, indi bizdən soruşur bunların hasili. A bölünsün, C vurulsun, B bölünsün, bir dəqiqə, B bölünsün yox, A bölünsün, B. O da olacaq, A kvadratı bölünsün, CB. A kvadrat bölək CB, B variantı. Daha sonra 73-ə baxaq. 73. Kosinus 20 dərəcə bərabərdir A. Sinus 10 dərəcəni soruşur bizdən. Sinus 10 dərəcə bərabərdir sual. Kosinus 20 dərəcə 1 çıxılsın 2 sinus 10 dərəcə yaza bilərik. Sinus kvadrat 10 dərəcə yaza bilərik. Bunun açılışında yazım uşaqlar tam biləsiniz. Deməli, kosinus 20 dərəcə, kosinus kvadratı 10 çıxılsın sinus kvadratı 10 bərabərdir. Kosinus kvadratın yerinə yaza bilərəm mən. Bərabərdir. 1 çıxılsın sinus kvadratı 10 çıxılsın sinus kvadratı 10 dərəcə.
bərabərdir 1 çıxılsın 2 sinus kvadrat 10 dərəcə olacaq. Bizdən də deməli bərabərdir a-ya bu ifadə. Buradan da sinus kvadrat 10 dərəcəni soruşur bizdən. Deməli 1 çıxılsın a bərabərdir 2 sinus kvadrat 10 dərəcə. Sinus kvadrat 10 dərəcə bərabərdir 1 çıxılsın a bölünsün 2. Sinus 10 dərəcə bərabərdir kök altında 1 çıxaq a bölü 2. Deməli burada variant olacaq 1 çıxılsın a bölünsün 2. D variantına oxşuyur. Tamam solğun düşüb. Daha sonra 74'e baxaq. 74'də oturacağının perimetri 15, yan tili isə 9'dur. Yan tili 9, yəni h. 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. S yan bərabərdir. P vurulsun h. Düz prizmanın pH o da olacaq 15 vurulsun 9 eləcək 90 45 135. Daha sonra 75'te uzunluqları 500 və 300 metr olan iki tuneldən birincinin deməli bir dənə düz xətt çəkeyim. Tunel. Bu bir tunel olsun. Uzunluğu 500 metrdir. Bu da ikinci tuneldir. Uzunluğu 300 metr. İki tuneldən birincinin son nöqtəsi ilə ikincinin son nöqtəsi arasındakı məsafə 15 kilometrdir. 15 kilometr. Uzunluğu 200 metr olan və sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığı andan. Qatar gəlir buradan, bunun da uzunluğu 200 metrdir. Gəlir deməli birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən çıxar. Yəni bura kimi. Deməli biz nə edirik? 200 metr qatarın özünün uzunluğu, 500 metr. Aha bu tuneldir. Sonra 300 metr ikinci tuneldir. 15 kilometrdə aralarındakı məsafədir. Deməli burada qatarın uzunluğu 200 və tunellərin uzunluğu və arada qalan məsafəni hesablayırıq. 200, 300, 500, 1000. 1000 metr o da eləyəcək 1 kilometr. 1 kilometr üzərinə 15 kilometr eləyəcək 16 kilometr. Sonra burada deməli uzunluq 16 kilometrdir. Yəni S bərabərdir 16 kilometr və sürəti V bərabərdir 64 kilometr bölək saatdır. Bizdən deməli neçə dəqiqə sonra ikinci tuneldən çıxar? T bərabərdir S bölünsün V olacaq. Deməli 16 bölünsün 64 o deyəcək 4'də 1 saat. T bərabərdir 4'də 1 saat. Bizdən dəqiqəni soruşduğuna görə 60'a vururuq eləyəcək 15 dəqiqə. Daha sonra baxırıq 76'ya. 76. Loqaritma 2 əsasından x'in kvadratı çıxılsın 3 loqaritma 2 əsasından x plus 4 bərabərdir 3. Deməli biz bu 2'ni keçirək 2'nin üzərinə 3'ü yazaq. Deməli loqaritma üslü funksiya kimi loqaritma kvadrat x çıxılsın 3 loqaritma 2 əsasından x üstə gəl 4 bərabərdir 8. Yəni 2'nin kubu 8 loqaritma 2 əsasından x'in kvadratı çıxılsın 3 loqaritma 2 əsasından x çıxılsın 4 bərabərdir 0. Biz bunu bir t ilə əvəz eləsək t'nin kvadratı çıxaq 3t çıxılsın 4 bərabər 0. T bərabərdir 4. T bərabərdir olacaq -1. Deməli loqaritma 2 əsasından x-a bir t demişik. Bu o zaman da loqaritma 2 əsasından x bərabərdir 4'ə. X da bərabərdir 2 üstü 4 yəni 16. Loqaritma 2 əsasından x bərabərdir -1. X da bərabərdir 2 üstü -1 yəni 2'də 1. Tənliyin kökləri hasilini soruşur bizdən. Deməli 16 vurulsun 2'də 1 bərabərdir 8 olacaq. Daha sonra 77'ye baxaq.
77. Deməli, x kvadratı çıxılsın 6x çıxılsın 7 kiçikdir 0. Bərabərsin tam həllərinin cəmini soruşur bizdən. Deməli, kökləri nə olacaq? x1 bərabərdir 7, x1 bərabərdir -1. Tam həllərinin cəmi dedikdə, deməli, -1, 7 aralığıdır. Biz burada isə, deməli, 0 plus 1 plus 2, 3, 4, 5, 6, yəni -1-nə 7 bu aralığa daxil deyil. Olacaq, deməli, 5, 5, 10, 15, 21. 21 olacaq cavab. Tam həllərinin cəmini soruşur da. Aha, 21 olacaq da. 5, 10, 15, 21. Sonra 78-ə baxaq. 78-də baxaq. Deməli, loqaritma 2 əsasından 14 üstəgəl 2 loqaritma 3 əsasından kök altında 7 üstəgəl loqaritma elgi. Onluq loqaritma 100. İfadənin qiymətini tapın. Deməli, burada olacaq elgi loqaritma 2 olacaq. Çünki 10 əsasından onun kvadratı qarşı ilə 2 keçəcək. Deməli, yazıram loqaritma 2 əsasından. Bunu bir dənə kənarda yazım. Elgi 100 bərabərdir. Elgi 10'un kvadratı. O da eləyəcək, qarşıya keçəcək. Onlar gedəcək. 2 qalır burada. 2. Deməli, 14 üstəgəl 2 loqaritma 3 əsasından 3 əsasından. Burada qalıb 2. 7'nin üzərinə 2 gəlsək 9. 9'dan da 3 çıxanda 3 eləyəcək. Və bu ifadə bizə 1'i verəcək. Olacaq loqaritma 2 əsasından 14 üstəgəl 2 bərabərdir. Loqaritma 2 əsasından kök altında 16. 16'dan da 4 çıxır. O da eləyəcək. Loqaritma 2 əsasından 2 üstü 2 eləyəcək 2. Cavab olacaq 2. 79'a baxaq. 79-cu məsələdə katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Deməli, bir düzbucaqlı üçbucaq çəkirəm. Böyük katet buranı qeyd edək 8, 6 və hipotenuz olacaq 10. Deyir ki, düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasına, yəni bu katet ətrafında fırlanmasından deyirsə, deməli, olacaq belə. Və burada konus yaranacaq. Yəni bu 8 olan, tərəfi 8 olan, yəni ətrafında fırlanan fiqurdur. Deməli olacaq R bərabərdir 6. Yan səthin sahəsini tapmaq üçün S bərabərdir pi R L istifadə edəcək. Yəni bu üsuldan istifadə edirik. O da bərabərdir pi vurulsun 6 vurulsun 10 eləyəcək 60 pi. Deməli, 80-ci tapşırıqda Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Deməli, biri 250 manat olan su filtrinin 4% qədər bonus alırsa, deməli, 250 vurulsun, 250'nin 4%'ini tapaq. Bölək 100'ə olacaq 10 manat. 10 manat. Deməli, 1400 manat yanvar ayında əmək haqqı 1400 manat aldı. 1000 manat sabit əmək haqqı olsun, 400 manat da əlavədir. 400 manatı bölək 10'a eləyəcək 40. 40 dənə filtr yanvar ayında satıb. 1560 manat fevral ayında satıb, o 1000 manat, 1500 manat fevral ayında alıb. Onun 1000 manatı əmək haqqıdır, 560 manat isə yəni əlavə 4% bonusdur. Onu da böləcəm ona bərabərdir 56. Deməli, o fevral ayında, bu yanvar ayıdır, yanvar, bu isə fevral ayıdır. Deyir, fevral ayında yanvar aydakindən neçə ədəd çox filtr satmışdır? 56 çıxılsın 40 bərabərdir 16 filtr çox satmışdır. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyə çap edir.
Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Deməli, 50 saniyəyə 50 qız üstə gəl, deməli 30 saniyə də burada yarım saat müddətində deməli 30 dəqiqəni də ilk öncə biz x üstə gəl y yazaq, bərabərdir 40 səhifə çap edib. Deməli yarım saat müddətində də 30 dəqiqəni də 60-a vuranda eləyəcək 1800 dəqiqə. 1800 saniyə. Bu sistem tənliyi həll edək. İlk öncə x üstə gəl y bərabər 40 yazmalıydım. Eyb yox. Deməli burada hər tərəfə biz nəyə vuraq? 30-a vuraq. 30-a. Deməli olacaq 50x üstə gəl 30y bərabərdir 1800. Deməli 30x üstə gəl 30y bərabərdir 1200. Sistem tənlikdir. Tərəf-tərəfə çıxsaq bunlar gedəcək. Olacaq 20x bərabərdir 600. X da bərabərdir 30. Deməli 50 saniyə rəngli kağız demişdik. Deməli 30 bunlardan neçəsi rənglidir? Olacaq. Deməli 30-u rəngli. Deməli 10 isə rəngsiz idi. Baxaq 82-ci tapşırığa. 82-ci tapşırıqda şəkli əvvəlcədən qeyd etdim. Bura üstündə işləmək rahat olsun. Deməli BA, AB kök altında 5 verib. AC 1-dir. CD isə CD-ni x qəbul edək. Deməli çevrədə kəsən AB toxunandır, AD isə kəsəndir. Toxunan və kəsənin xassəsinə görə deməli kök altın 5-in kvadratı bərabərdir 1 vurulsun 1 üstə gəl x. 5 bərabərdir 1 üstə gəl x. X da bərabərdir 4-ə. Deməli x 4-dür. Radiusdan bir dənə deməli vətərə perpendikulyar endirək və həmin radius vətəri yarı bölür. X 4-dürsə olacaq 2, 2. Sonra B-dən bir O nöqtəsinə də bir radius çəkək. A, bura bir M deyək. AM məsafəsi 1 üstə gəl 2, 3 olduğuna görə OB məsafəsi də 3-dür. Deməli R bərabərdir 3 olacaq. 83-də dənizin A və B məntəqələrindən olan gəmilər AY və BD düz xətləri üzərində hərəkət edir. İlk öncə bunu çəkək. Deməli A, D, Y, B, bir də C. Deməli bizə deyir ki DY 12-dir. 12, BD 20-dir. Yəni buradan bura kimi məsafə 20-dir. Və düz bucaq bucaq olduğuna görə 20, 12, BY olacaq 16. Sonra AD 9-dur. Trayektoriyaların C kəşfə nöqtəsindən D məntəqəsinə qədər olan məsafəni bizdən soruşur x. Burada görürəm ki, oxşar üçbucaqlar yaranıb. Deməli, oxşar üçbucaqlara görə, məsələn, bura olsa alfa, deyərik bura beta, beta. Bura betadırsa, bura olacaq alfa. Daha sonra oxşarlığa görə bura alfadır. Sonra məsələn beta desək, burada qarşılıqlı bucaq olduğuna görə betadır. Alfa beta. Onda üçüncü üçbucaq bucaq əlamətinə görə deməli üçbucağın iki bucağı bir-birinə bərabərdir. Deməli avtomatik olaraq bu da qamma olacaq. Deməli biz tapmalıyıq. Betanın qarşısı kiçik üçbucaqda ADC üçbucağında 9-un digərin betaya nisbəti 9-un 16-ya nisbəti bərabərdir. Kiçik üçbucaqda alfanın qarşısı x-dir. Digər üçbucaqda deməli alfanın qarşısı olacaq burada 20 çıxılsın, 20 idi ümumi, 20 çıxılsın x olacaq, 20 çıxaq x. Və çarpaz vuraq bunları, çarpaz vursaq olacaq 16x bərabərdir 180 çıxılsın 9x, 25x bərabərdir 180, x da bərabərdir 180 bölək 25. 5-i ixtisar etsək, deməli 5, o da olacaq 36, 7 tam onda 2 olacaq.
Bizdən soruşur D məntəqəsinə qədər olan məsafə 7,2. 84-də bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manatdır. Deməli, Asif tək istiqamətli biletdən 18 çıxılsın x, Nuray x üstəgəl 4 qədər alıb. Gediş dönüş təyinatlı biletin qiyməti 180 manatdır. Deməli, Asif x, Nuray isə 15 çıxılsın x qədər bilet alıb. Onlar hər iki növ biletdən ən azı bir ədəd alıblar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Deməli, tək istiqamətli biletlərin sayı 18 çıxılsın x. Deməli, 18 çıxılsın x, biletin qiyməti 150 manat. Deməli, gediş dönüş təyinatlı biletin qiyməti isə x, 180 vurulsun x bərabərdir. Nurayda isə, yəni bunları bir-birinə bərabər edirik, çünki eyni məbləğdə pul ödəyiblər. Deməli, Nurayda x üstəgəl 4-ü vururuq 150-yə, üstəgələk, deməli 180 vurulsun 15 çıxılsın x və bunu hesablayaq. Hər tərəfdən sıfırları silək, silsək və 3-ləri də silək hər tərəfdən 3-ə bölək. Deməli 5 qalır burada, 6, 5, burada da elə birbaşa 30-a gedə bilərdi, burada da qalır 6. Olacaq 90 çıxılsın 5x, üstəgəl 6x bərabərdir. 5x üstəgəl 20, üstəgəl 90 çıxaq 6x. Hər tərəfdən 90'lar geçsin. Daha sonra x, bu da olacaq. Deməli, x üstəgəl x bərabərdir 20, 2x bərabərdir 20'yə, x də bərabərdir 10. Nurayın aldığı tək istiqamətli biletlərin sayı 10 üstəgəl 4 bərabərdir 14 dənə. Deməli, Aqil boş daxıla 85-ci tapşırıqda boş daxıla birinci gün 1 ədəd 50 qəpik, bu birinci gün 1 ədəd 50 qəpik, 2 ədəd 20 qəpik, yəni 40 qəpik, 3 ədəd 10 qəpik, yəni 30 qəpik atır. Deməli, bu olur 90-120 qəpik. Sonra ikinci gün deyir, o növbəti günlərdə daxıla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nisbətən 1 ədəd artırır. Məsələn, əvvəl 1 ədəd 50 qəpik atmışdısa, ikinci gün deməli olacaq 1 50 qəpiklik olacaq 100 qəpik. Sonra olacaq 2 dəfə artırsa olacaq 60 qəpik. Yəni 40 qəpik idi, 20 qəpik əlavə gəldi 60 qəpik. Daha sonra 10 qəpik idi, 3 dənə idi, oldu 4 dənə oldu 40 qəpik. Bu da olacaq 200 qəpik. Daha sonra üçüncüdə yenə 50 qəpik əlavə artırdı 150 qəpik. Üzərinə gəlirik 80 qəpik. Üzərinə də gəlirik. Deməli 3 dənə 4 dənə 10 qəpik idi, indi oldu 5 dənə 10 qəpik 50 qəpik. O da eləyəcək 280. Və belə o növbəti əvvəlki günə nisbətən o növbəti günlərdə daxil atdığı hər növ qəpiyin sayını əvvəlki günə nisbətən nəzərən 1 ədəd artırdı. Neçə gündən sonra daxilda cəmi 48 manat pul oldu. İndi biz baxaq bura. Birinci gün 120, ikinci gün 200, 280. Deməli bu silsilə olaraq artır, yəni 80-80 olaraq artır. Deməli A1 bərabərdir 80. Deməli A1'imiz 80 yox, deyil 80 olacaq burada. Deməli biz bunu silək. Deməli burada 120 qəpik 1 manat 20 qəpikdir. Yəni 1,2. A1'imiz 1,2'dir. A2 2'dir. D də olacaq 0,8. İndi neçə gündən sonra daxilda cəmi 48 manat pul olacaq. Biz cəmi tapaq. S bərabərdir. Deməli 2A1 üstəgəl D n çıxılsın 1 bölünsün 2 vurulsun n. N'imiz 48'dir. Yəni düsturu tətbiq eləyək. S bərabərdir 2 vurulsun 1,2 üstəgələk 0,8. N'imiz 48'dir. 48'dən 1'i çıxanda 48 çıxaq 1 vurulsun 47 bölünsün 2 vurulsun 48 və bunu hesablayaq 24.
bərabərdir. Deməli, burada kəsir qalmayacaq. 2 tam onda 4 üstəgəl 0.8-i 47-yə vuranda 37 tam onda 6 və bunun cəmini vuracaq 24-ə. Deməli 37 tam onda 6 üzərinə gəlirik 2 tam onda 4 40, 40-ı da vuracaq 24-ə. Olacaq 960 manat. 960 neçə gündən sonra daxildə cəmi 48 manat pul olacaq. Deməli, burada cəmi verib 48. Eyni 48 götürmüşəm. Deməli, nə olacaq burada? Yenə 2A1, 2A1, 2 vurulsun 1 tam onda 2 üstəgəl deyil. 0 tam onda 8, n çıxılsın 1 bölünsün 2 vurulsun n bərabərdir 48-ə. Buradan da 2 tam onda 4 üstəgəl 0 tam onda 8, n çıxılsın 0 tam onda 8. N'ə vursaq, n bərabərdir 48-i də 96. Buradan 9 tam onda 6 n bərabərdir 96, n də bərabərdir 10. Yəni 10 gün, neçə gündən sonra? 10 gündən sonra daxildə cəmi 48 manat pul olacaq. Sağ olun uşaqlar.